Əllamə Təbətəbai deyirdi ki, insan nemətin içində yaşayanda onun davamlılığını təbii hesab edir. Halbuki nemətin təbii deyil, ilahi bir lütf olduğunu yalnız itirdikdə anlayır. Yəni insanın problemi vərdişdir. Nemət gözünün qarşısındadır, amma qəlb artıq onu görmür. Ayətullah Behçət ağa deyirdi ki, Allah bəzən neməti insanın əlindən alır ki, insan o nemətin sahibini xatırlasın. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, nemət davamlı olduqda insan onu haqq kimi qəbul edir. Halbuki o sadəcə ona verilmiş bir əmanətdir. Əllamə Təbətəbai deyirdi ki, insanın həyatında nəticələr iki mərhələdə yaranır. Zahir səbəblər və batin səbəblər. Bəzən insan zahiri səbəbləri yerinə yetirir, amma nəticə gecikir. Səbəb isə budur ki, ilahi nizamda o nəticə üçün hələ uyğun zaman yetişməyir. Yəni bəzi şeylərin yetişməsi üçün insanın özü də, zaman da hazır olmalıdır. Bizlər çox vaxt dərhal verilən neməti qəbul edilmiş dua sayırıq. Halbuki bəzən gecikən və ya dəyişən nəticə insan üçün daha xeyirli olur. Əllamə Təbətəbai deyirdi ki, insan istədiyini istəyir, Allah isə onun üçün həqiqətən xeyirli olanını seçir. Quran buyurur, insan üçün yalnız çalışdığının qarşılığı vardır. Bu ayə göstərir ki, insanın həyatı tamamilə təsadüf və şans üzərində qurulmuyor. İnsan çalışır, amma nəticə həmişə insanın düşündüyü kimi olmur. Çünki insan yalnız zahiri görür, Allah isə bütün nəticələri bilir. Ariflər deyirdi ki, Allah bəzən insana istədiyini vermir. Çünki insan onu əldə etsə daha böyük bir şey itirə bilər. Məsələn, deyirlər filankəs şanslıdır, ona görə uğurludur. Bu barədə Şəhid Mürtəza Mütəhərri deyirdi ki, şans deyilən şey çox vaxt insanların görmədiyi səbəblərin nəticəsidir. Yəni insan yalnız görülən səbəbləri görür. Amma həyatın arxasında insanın əvvəlki qərarları, ətraf mühiti, zaman və ilahi hikmət durur. Ümumiyyətlə insan tam olaraq layiq olduğu həyatı yaşamır, amma öz həyatının istiqamətini müəyyən edir. Bu səbəbdən bəzən çox çalışan biri gec uğur qazanır, bəzən isə başqa biri tez nail olur. Əllamə Təbətəbai insan taleyində ən böyük rolun daxili istiqamət olduğunu deyirdi. O deyirdi ki, eyni mühitdə yaşayan iki insanın fərqli nəticəsi ola bilər, çünki insanın daxilindəki niyyət və məqsəd fərqlidir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insanların çoxu uğursuz olmur, sadəcə tez dayanırlar. Onun fikrincə eyni mühitdə iki insanın fərqlənməsinin əsas səbəblərindən biri budur ki, biri çətinliyi görəndə dayanır, digəri isə davam edir. Fəlsəfi baxımdan uğur çox vaxt qabiliyyətdən yox, davamlılıqdan yaranır. Ayətullah Behçət ağa deyirdi ki, bəzən iki insan eyni işi görür, amma birinə ilahi yardım gəlir, o birinə gəlmir. Bunun səbəbi isə qəlbin halıdır. Ariflər deyirdi ki, insanın qəlbi təmizdirsə, niyyəti səmimidirsə və başqalarının haqqını tapdalamırsa, onda Allah onun yolunda görünməyən qapılar açır. Qeyd olunur ki, insanların yolu eyni torpaqdan başlanır, amma qəlblərinin istiqaməti onları fərqli səmalara aparır. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insanın ağlı tamamlanmamış şeyləri daha çox xatırlayır. Çünki tamamlanmamış arzu insanın şuurunda açıq sual kimi qalır. Ayətullah Behçət ağa deyirdi ki, insan dünyada axtardığı şeylərin çoxunda əslində Allahı axtarır. Quran buyurur, bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar. Əllamə Təbətəbai bu ayənin təfsirində qeyd edirdi ki, insanın ruhu həqiqi sakitliyi yalnız ilahi həqiqətlə əlaqədə tapır.